Bugün 15 sentyabr Azərbaycanın çoxmillilik şərəfli tarixinin ən gözəl, ən işıqlı günlərindən biridir. Bakının işğaldan azad edilmə günüdür. Müstəqil Demokratik Azərbaycan Cumhuriyyətinin paytaxtında Müstəqil Azərbaycan hökumətinin fəaliyyətə başladığı gündür. Qafqaz İslam Ordusu ilə Azərbaycan Milli Ordusunun birgə əməliyyatları nəticəsində Azərbaycan əskərinin, Türk əskərinin böyük qələbə günüdür. Biz müqəddəs şəhidlər xiyabanına adətən 20 yanvar günü gəlirik. Şəhidlərimizi, torpaqlarımızı itirdiyimiz günlər gəlirik. Amma tariximizdə qələbə günləri də var. Və ən şərəfli qələbə günlərindən biri də məhz 15 sentyabrdır. Biz millətimizə, gənclərimizə, uşaqlarımıza bu qələbə günlərini təbliğ eləməliyik. Tariximizdə qələbələrin olduğunu və xalqımızı bu qələbələrə həvəsləndirməliyik. Gənclərimizi qələbələrə ruhlandırmalıyıq. Bugün Azərbaycan-Türkiyə münasibətlərinin kifayət qədər mürəkkəb bir mərhələsində əsrin əvvəlindəki bu yüksək əməkdaşlıq təcrübəsini, birlik təcrübəsini, bütövlük təcrübəsini xalqımıza təkrar çatdırmalıyıq. Gənclərimizin diqqətinə, yaddaşına təkrar gətirməliyik. Bugün tədbirimizdə veteran hərəkatçılarla yanaşı, orta yaşlılarla yanaşı, gənclərimiz, uşaqlarımız, övladlarımız iştirak edir. 15 sentyabr həm də təhsil ilinin başlandığı bir gündür. Hatırlayırsınız ki, Böyük Məhəmməd Əmin Rəfsizadə 15 sentyabrı Bakının işğaldan azad edilməsi gününü 28 may qədər, İstiqlal günü qədər önəmli bir günü hesab edirdi tariximizdə. Nədən 15 sentyabrda bütün ölkədə Bakı günü qeyd olunmasın, Türk-Azərbaycan birliyi günü qeyd olunmasın? Ziyalılarımız, mütəxəssislərimiz, siyasətçilərimiz dəfələrlə bu yöndə təkliflər səsləndiriblər. Nədən 15 sentyabrda təhsilin ilk günündə məktəblərimizdə, universitetlərimizdə Bakı günü, Türk-Azərbaycan birliyi günü, Türk-Azərbaycan birliyi günü qeyd olunmasın? Təhsil ilinin birinci günü bu bayram, təhsil ilinin sonunda 28 mayda isə müstəqillik bayramı niyə qeyd olunmasın? Mən inanıram ki, xalqımız bütün çətinliklərə baxmayaraq, problemlərə baxmayaraq, tarixindəki şərəfli günlərin, öz şərəfli tarixinin əhəmiyyətinin qədrini, qiymətini bilməkdə davam edəcək. Hakimiyyətdə kim olmasına asılı olmayaraq, Azərbaycan-Türkiyə birliyinin qədrini, qiymətini biləcək. Türkiyənin nəhayət ki, regionda ən güclü dövlət olduğunu özü qəbul edib, bu istiqamətdə hərəkət etdiyi və artıq bunu başqalarına da qəbul etdirdiyi bir dövrdə Azərbaycan Türkiyənin yanında olacaq. Çünki tarixin ən çətin dövrlərində Türkiyə Azərbaycanla birgə olub, bizimlə birgə olub və Azərbaycanın da, bizlərin də Türkiyə ilə birgə olmağı bu dərəcədə təbiidir, normaldır və mən həm də hesab edirəm ki, zəruridir və labüddür. Mən bu qələbə günü münasibəti ilə hamınızı təbrik edirəm. Arzu edirəm ki, xalqımızın fədakar mübarizəsi nəticəsində növbəti qələbələri əldə edək və torpaqlarımızı işğaldan azad edək və həmin günləri də bir yerdə dövlət səviyyəsində qeyd edə bilək, bayram edə bilək. Mən inanıram ki, həmin günlər olacaq. Bir daha hamınızı təbrik edirəm. Tanrı Azərbaycanımızı qorusun, Tanrı Azərbaycan-Türkiyə birliyini qorusun.